Salam, hər vaxtınız xeyir olsun əziz yoldaşlar. Mən qanunverici məmuriyyət həkimi bu gün sizlərlə bərabər Azərbaycan Respublikasının Konstitusiyasının normativ hüquqi haqlar, yəni Konstitusiyamıza daxil olan normativ hüquqi haqlardan danışacağıq. Diqqətlə qulaq asın. İlk növbədə bilmək lazımdır ki, bax burada mən sizə normativ hüquqi haqları verilmişəm. Yəni bunlar hüquqi sıralamasına görə belə düzülür. Yəni bu hüquqi sıralamasına görə düzülmüş bir belə desək formasıdır. Yəni siz bunların heç vaxt yeri dəyişə bilməzsiniz. Hal-hazırda mən sizə yəni göstərdiyim forma, deyəcəyim formada siz ancaq normativ hüquqi haqları bu şəkildə sıralamalısınız. Birinci konstitusiyamız gəlməlidir, ikinci referendumla qəbul olunmuş aktlar gəlməlidir, üçüncü qanunlar gəlməlidir, dördüncü fərmanlar gəlməlidir, beşinci MK qərarı deyək ki, yəni Nazirlər Kabinetinin qərarı gəlməlidir, altıncı da mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları gəlməlidir təbii ki. Və təbii ki, siz bu sıralamanı yəni belə düzməlisiniz. Yəni qəbula düşmüş suallarda qəbula 3-4 dəfə düşüb həqiqətəndir ki, yəni normativ hüquqi haqları sıralaması ilə düz. Yəni bunu düzlükü yadda saxlayın ki, bax bu tipdə düzülməlidir. Yəni yerin dəyişsə siz sadəcə səhv edəcəksiniz. Və yadda saxlayın ki, belə bir halda var ki, konstitusiyamızda normativ hüquqi aktlarla tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr, bəli, tərəfdar çıxdığımız dövlətlərarası müqavilələrlə bu dediyim normativ hüquqi haqlar arasında ziddiyyət prosesi var ki, yəni belə deyək də, bunlar arasında uyğunluq yoxlanılır və ziddiyyət aşkarlana bilər. Yadda saxlayın ki, əgər uyğunluq yoxlanarkən ziddiyyət prosesində, yəni hansı tətbiq olunacaq sizdən soruşarsa, yadda saxlayın, konstitusiyamızda müqavilə ziddiyyət təşkil edərsə, konstitusiyamız tətbiq olunacaq. Referendumla qəbul olunmuş aktla müqavilə ziddiyyət təşkil edərsə, referendumla qəbul olunmuş aktlar tətbiq olunacaq. Yox, yerdə qalan, ikisindən başqa, yerdə qalan 4 akt, yəni qanun, fərman, Nazirlər Kabinetinin qərarı və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları ilə tərəfdar çıxdığımız dövlətlərarası müqavilə ziddiyyət təşkil edərsə, təbii ki, hansı tətbiq olunur? Tərəfdar çıxdığımız dövlətlərarası müqavilələr. Yəni ki, iki aktın hüquqi qüvvəsi, yəni konstitusiya və referendumla qəbul olunmuş aktların hüquqi qüvvəsi müqavilədən üstündür. Yerdə qalan 4 aktın hüquqi qüvvəsi isə müqavilədən üstün deyil yoldaşlar. Belə.